Negativ enerjide olan insan xarici görkəmini bəyənmir və daim xarici görkəmində dəyişiklik etmək istəyir. Bunu gözəllik salonu, əməliyyat, hər hansı bir istənilən əməliyyat olsun. Məsələn, durduq yerə deyir ki, burnum belədir, qulağım belədir, dodağım belədir, üzüm belədir, nəysə də bir şeylər tapır özünə, saç qoyur özünə, qısa saçın. Bilin ki, istənilən saç qoyma başqa bir insanın enerjisini özünə qoymaq deməkdir və çox təhlükəli bir şeydir. Yəni dayanmadan salonlardan çıxmır və düşünür ki, bu baxımdır. Düşünür ki, daha da çox etsəm, bu baxım olur, daha gözəl görsənirəm. Bu o deyil. Sən daha da baxımlı yox, daha da asılı vəziyyətə salırsan psixologiyanı. Daha da gizlətmək üçün problemi, bekarçılıqdan. Sən bunları edərək düşünsən ki, həll olunur. Yəni, dayanmadan alış-veriş, paltar alış-verişi, hətta kreditlə belə pulun yoxdursa paltar alış-verişi, kreditlə pulun yoxsa belə səyahətlər. Yəni, bunlar hamısı sadəcə özünü qəbul edəsən, sevəsən, dəyərli olasandır, amma bu deyil. Çünki sən nə qədər görünüşünün, xarici görkəmin arxasınca gəzsən, nə qədər kosmetika alsan, nə qədər ətirlər alsan, bu qədər də sən aşağı enerjidəsən. Çünki insan doymursa daha çox etmək istəyir. Çatmır. Məsələn, bir ətir alır, məsələn, 2-3 ala bilərsən ən çox. Çünki 5-6-10 ətirin varsa ən azı. Və o zaman sən düşün ki, niyə öz iyin xoşuna gəlmir, iyrəncdir sənin iyin, bir iynə bədəni bir. Bax, gör, nə iyi gəlir. İyrənirsən öz bədənindən. Düşün. Kosmetika. Yəni, doğrudanmı bu qədər? Yəni, eybəcərsən ki, daha çox kosmetika hər gün, hər saniyə. Yəni, normal kosmetikasız həyata, cəmiyyət işinə çıxmaq bu qədərmi səni kompleks yaradır? Bu qədərmi özgüvənsiz olursan? Yəni, hər gün çoxmu şıq geyinməlisən? Yəni, bu adi geyim sənə niyə kompleks yaradır? Yəni, bizdə harada boşluq varsa, özümüzü dəyərsiz hiss ediriksə, o zaman biz aşağı enerjidəyik. Düşün, daha çox ətrafında insan varmı? Daha çox insanla danışmaq istəyirsən, kollektiv olsun, orada səsini çıxardasan. Deyək ki, yanımda çox insan olmasa, ətrafımda çox insan olmasa, yaxşı insan deyiləm, təəssüratı yaranırmı? Mən pisəm ki, mənim yanımda bir-iki dostum, rəfiqəm var və yaxud da mən pisəm ki, mənim yanımda heç kim yoxdur. Bu belə deyil. İnsan nə qədər ətrafına insan yığsa, o qədər də o tənhadır. Nə qədər çox səsi çıxarsa, o qədər o tənhadır, eşidilmək istəyir. Əgər səsin az çıxırsa, az danışırsansa, özünlə tək qalmaqdan həzz alırsansa, düşüncələrini daha da analiz etməklə məşğulsansa, tənhalıq sənə hüzur verirsə, özünlə tənha qalmaq. Bu insan yüksək enerjiyə çıxır, yüksək enerjidədir və bununla bağlı çalışın, üzərinizdə çalışın. Xarici görkəminizdəki hər hansı bir problem sənin daxili boşluğundur. Özünlə barışmamısan, özünü sevmirsən, özünə dəyər vermirsən. Özünü sevmək, özünə dəyər vermək daha çox kosmetikadan istifadə etmək, daha çox gözəlləşmək deyil. Özünü sevmək, dəyər vermək, daha çox özünlə qala bilmək, egonu başqaları əzmək üçün istifadə etmək deyil. Egonu normal şəkildə bəsləməkdir. Onu doyuzdurmaqla məşğul olmaq deyil. Başqasına üstün olum, özümü təsdiq edim, başqasını görüm, görsünlər məni. Bu deyil. Özünlə tənha qalan insan daha çox pozitiv enerjidədir, özünü qəbul edir, özünə məşğul. Yox, tənha qala bilmirsənsə, ətrafında çoxlu insan istəyirsən, sən daimi komplekslərini bastırmaq üçün çalışırsan, daim başqalarını əzmək üçün, başqalarına özünü sübut etmək üçün mübarizə edəsən. Ona görə aşağı enerjiyə, bunlar səndə varsa, aşağı enerjidəsən. Yüksək enerjiyə qalxmaq üçün xoş niyyətli olmalısan. Başqalarının uğurlarını sevinməlisən. O edib, mən də edə bilərəm. Yalnız onun enerjisini uğurlayarıq. Yox, mən də mənə aid olan resurslarla istədiyim nədirsə onu edə bilərəm. Başa düşün, bizə motivasiya digər insanlar ona görə verir ki, biz də ayağa qalxaq, bizə aid olan işlərlə məşğul olaq.
Yox, falan kəs bunu etdi, mən də edə bilərəm. Sən oğurluq enerjisinə girə bilirsən və əldə etdiyin sənə bir heçlik gətirə bilər. Əldə etdiyin heç nə ola, itirəcəksən, nəinki əldə edəcəksən. Ona görə çalış, özünə tənha qalmağı bacar. Əgər boşluğu gizlətmək üçün bu alış-verişi, nə bilim əməliyyatları edirsənsə, bir dön özünə bax. Çünki daha çox batacaqsan, bunun sonu yoxdur. Bu asılılıqdır. Bəzən insanlar psixoloqa gedib asılı olacaq. Xeyr, əgər psixoloqunuz manipulyasiya etməklə məşğul deyirsə, işini görürsə, asılı qalmırsan, müalicə edir səni. Əgər sən, bax, əslində biz manipulyasiya olunan bir şeyi, asılı qaldığımız bir şeyi məntiqimizlə ölçüb biçdiyimizə görə oradan asılı qalırıq. Çünki görsəldə sizə asılı qalmadığını göstərir, amma şuuraltıda göstərir. Amma psixoloq sənə terapiyanı həll edəndə sən o vəziyyətdən çıxırsan, asılı qaldığını və asılı saldığını zaten terapiya bitəndən sonra onu sən görəcəksən, əgər sağırsa. Əgər sağlam münasibət varsa, asılı qalmaq deyilsə, əgər sənin məntiqində göstərə bilərlər. Gözəlləşirsən, baxım edirsən salonda, nə bilim, əməliyyatlar səni gözəlləşdirir. Yox, sən eynisən, xarici görkəmdə hər şey dəyişə bilər. Amma sənin için ki dəyişmir, sənin düşüncələrini ki əməliyyat etmirlər. Sənin düşüncələrini ancaq psixoterapiya əməliyyat edə bilər. Və bunu yaxınına buraxmaq istəmirsənsə, elə ancaq bu yolla getmək istəyirsənsə, əməliyyatlarla xarici görünüşünü dəyişərək ciddi şəxsiyyət pozuntularına getdiyinin fərqinə var. Və elə bir bu vəziyyətdən o qədər asılı qalacaqsan ki, və bunun sonu olmayacaq. Bilin ki, yüksək enerji biz olduğumuz kimi özümüzü qəbul edirik, dəyər veririk, sevirik. Aşağı enerjisi olduğum kimi qəbul etmirəm, özünü sevmirəm, egomu şişirdirəm, başqasına əzim və get-gedən manipulyasiya təsir altında aşağı düşürəm. Mən görünüşdə görürəm ki, yuxarıdayam, daha gözələm, daha yaxşıyam. Amma əslində enerjim o qədər aşağı düşür ki, onu hər kəs görür. Hər kəs görür. Bu qədər. Təşəkkür edirəm.